Salam hörmətli izləyicilər, coğrafiya müəllimi Həmzəyev Şakir. Mən sizə bu gün Azərbaycanın fiziki coğrafi vilayətləri, Böyük Qafqaz vilayəti haqqında məlumat verəcəm. Mövzu haqqında məlumat verməmişdən əvvəl bildirmək istəyirəm ki, bilirik ki, Azərbaycanın fiziki və iqtisadi coğrafiyasından qəbul imtahanlarına 9 sual düşür. Situasiya düşərsə, bu halda qəbul imtahanlarında 9 plus 3, yəni 12 qəbul sualı düşmüş olur. Və siz bu gün Azərbaycanın fiziki coğrafi vilayətlərinin izahına qulaq asmaqla ən azı bu il iyul ayında keçiriləcək qəbul imtahanlarında 3, 4 və ya daha çox sualın öhdəsindən rahatlıqla gəlməyimizə mövzuya baxmaqla kömək olacaq. Gəlin ilk növbədə ölkəmizdə fiziki coğrafi rayonlaşdırma, ümumiyyətlə fiziki coğrafi rayonlaşdırma nədir, nə üçün aparılır, gəlin bu haqqda danışaq. Ümumiyyətlə bilirik ki, geoloji quruluşdan asılı olaraq relyef dəyişir, relyefdən asılı olaraq iqlim dəyişir, iqlimdən asılı olaraq da landşaft dəyişir. Və ölkəmizdə geoloji quruluş, relyef, landşaft və iqlim xüsusiyyətlərinə görə ölkəmizi fiziki coğrafi rayonlara ayrılırlar. Yəni ölkəmizdə rayonlaşdırma aparılan zaman birinci nəzərə alınan xüsusiyyət ərazinin geoloji quruluşudur, ikinci ərazinin relyefidir, üçüncü ərazinin iqlimidir, dördüncü ərazidə olan landşaftların oxşarlığıdır ki, bu xüsusiyyətlər, oxşar xüsusiyyətlər əraziləri fiziki coğrafi rayonlaşdırmaya ayırmasına imkan verir. Ölkəmizdə rayonlaşdırma bu sistem üzrə aparılır. Ən böyük rayonlaşdırma sxemi ölkədir. Ölkələr bölünür vilayətlərə, vilayətlər yarım vilayətlərə, yarım vilayətlər isə öz növbəsində fiziki coğrafi rayona ayrılır. Azərbaycanı fiziki baxımdan 2 ölkəyə ayrılırlar, 5 vilayətə ayrılırlar, 3 vilayətimiz yarım vilayətə bölünür, ikisi bölünmür və 19 dənə də fiziki coğrafi rayona ayrılırlar. Ümumiyyətlə, Azərbaycan Respublikası fiziki baxımdan 2 ölkəyə düşür. Qafqaz ölkəsi və Ön Asiya ölkəsinə düşür. Deyə bilərik ki, Qafqaz ölkəsinə Böyük Qafqaz vilayəti, Kürdərarası vilayəti, həmçinin Kiçik Qafqaz vilayəti və Lənkəran vilayəti aiddir. Ön Asiya ölkəsinə isə qeyd edə bilərik ki, Orta Araz vilayəti isə Ön Asiya ölkəsinə aiddir. Yəni, ölkəmiz fiziki baxımdan, Azərbaycan Respublikasının ərazisi fiziki baxımdan 2 ölkəyə düşdü, Qafqaz və Ön Asiya ölkəsinə. Həmçinin 5 vilayətə ayrılır. Bu vilayətin adı Böyük Qafqaz vilayətidir, Kürdərarası vilayətidir, həmçinin Kiçik Qafqaz vilayətidir. Bu hissədə qeyd edə bilərik ki, Orta Araz vilayətidir və Lənkəran vilayətidir. Vilayətlər də öz növbəsində fiziki coğrafi rayonlara, vilayətlər də öz növbəsində ayrılır, fiziki coğrafi rayonlara ayrılır. Daha doğrusu vilayətlər də öz növbəsində yarım vilayətlərə ayrılır. Böyük Qafqazı, Kürdərarasını və Kiçik Qafqazı yarım vilayətlərə ayrılırlar. Lənkəran və Orta Araz vilayəti isə yarım vilayətlərə ayrılır. Məsələn, Böyük Qafqazı biz Böyük Qafqazın şimal-şərqi, cənubu, cənub-şərqi kimi, Kiçik Qafqazın şimal-şərqi, cənub-şərqi kimi yarım vilayətlərə ayıra bilərik. Lənkəran vilayəti və Orta Araz vilayəti isə yarım vilayətlərə ayrılır. Yarım vilayətlər isə öz növbəsində fiziki coğrafi rayonlara ayrılır. Məsələn, Böyük Qafqaz vilayətini 5 fiziki coğrafi rayona ayrılırlar, Kürdərarasını 6 fiziki coğrafi rayona, Kiçik Qafqaz vilayətini 4 fiziki coğrafi rayona, Lənkəran və Orta Araz vilayətlərini isə 2 fiziki coğrafi rayona ayrılırlar. Biz bugün ancaq Böyük Qafqaz vilayəti və ona daxil olan fiziki coğrafi rayonlar və ümumiyyətlə bu ərazilərin xüsusiyyətləri haqqında ümumi məlumat verəcəyik. Böyük Qafqaz vilayəti 5 fiziki ümumiyyətlə Böyük Qafqaz vilayəti Azərbaycanın şimal-şərqini əhatə edir. Gördüyünüz ki, şimal və şərq hissəsini əhatə edir və bura 5 fiziki coğrafi rayon daxildir. Burada gördüyünüz Samurdəvəsi fiziki coğrafi rayonu və Qonaqkənd fiziki coğrafi rayonudur ki, Samurdəvəsi və Qonaqkənd fiziki coğrafi rayonları yalnız Rusiya ilə həmsərhəddir. Həmçinin Samurdəvəsinin həm Rusiya ilə sərhəddə var, həm də qeyd edə bilərik ki, Xəzər dənizlərinin çıxışı mövcuddur. Zaqatala fiziki coğrafi rayonudur ki, görürük ki, həm Gürcüstanla həmsərhəddir, həm Rusiya ilə həmsərhəddir. Şamaxı və Qobustan Abşeron fiziki coğrafi rayonu isə heç bir ölkə ilə həmsərhəd deyil. Yəni, Rusiya ilə həmsərhəd olan fiziki coğrafi rayonlarımıza Samurdəvəsi, Qonaqkənd və Zaqatala Lahıc aiddir. Zaqatala Lahıc həmçinin 2 ölkə ilə həmsərhəd. Xəzərə çıxışı olan fiziki coğrafi rayonlarımız isə qeyd edə bilərik ki, Samurdəvəsi və Qobustan Abşeron Xəzərə çıxışı mövcuddur. Və fiziki coğrafi və Böyük Qafqaz vilayətinin özü isə, 2 ölkə ilə həmsərhəddir. Həm Rusiya ilə həmsərhəddir, həm də
Gürcüstanla həmsərədir. Böyük Qafqaz vilayəti isə yalnız Kürdərası vilayəti ilə həmsərhəd olduğunu görə bilərik. Biz Böyük Qafqaz vilayətinin relyef baxımından qiymətləndirsək, gəlin ilk növbədə xəritəyə baxaq. Xəritədə bilirik ki, yaşıl rənglə düzən ərazilər göstərilir, qəhvəyi rənglə isə dağlıq ərazilər və buradan da görürük ki, elə Zaqatala, Lahıcdır, Qonaqkənddir, Şamaxı fiziki coğrafi rayonu əsasən dağlıq fiziki coğrafi rayondur. Samur Dəvəçi və Qobustan Abşeronunu nisbətən düzən fiziki coğrafi rayon kimi dəyərləndirmək olar. Və Böyük Qafqaz vilayəti Azərbaycanın şimal-şərq hissəsinə düşür və vilayətin ən çökək yeri Xəzər dəniz sahilləridir. -27 metrdir. Vilayətin ən çökək yeri Samur Dəvəçi fiziki coğrafi rayonu və Qobustan Abşeron dəniz sahillərinə düşür. Ən hündür yeri isə burada Bazarcı zirvəsidir. Zaqatala, Lahıc fiziki coğrafi rayonuna düşür. Və hündürlüyü də 4466-dır. Qusar rayonu, inzibati rayon olan Qusar rayonunda yerləşir. Rusiya ilə sərhəddə yerləşir Bazarcı zirvəsi. İndi bilirik ki, Qafqaz dağları haqqında biz məlumat versək, bilirik ki, Qafqaz dağları Rusiyanın Taman yarımadasından başlayıb düz Abşeron yarımadasına kimi uzanır və 1500 kilometr məsafədə şimal-qərbdən cənub-şərqə doğru uzanır. Azərbaycana Qafqaz dağlarının cənub-şərq hissəsi düşür və qeyd edə bilərik ki, Qafqaz dağları ümumilikdə yaşına görə Cavan dağdır, mənşəyinə görə tektonik dağdır. Tektonik dağların geomorfoloji quruluşuna görə qırışıq növünə aiddir. Mütləq hündürlüyünə görə isə hündür dağlardır Qafqaz dağları. Qafqaz dağları, məsələn, Cavan dağlar olduğu üçün Kaynazoy arasında yaranıb, Alp dağ əməliyyatında yaranıb. Həmçinin Alp-Himalay seysmik qurşağında yerləşir Qafqaz dağları. Burada cavan ərazi olduğu üçün gəzintihalın inkişafının 3-cü mərhələsindədir. Həmçinin burada qeyd edə bilərik ki, cavan dağlıq ərazi olduğundan neotektonik proseslər gedir. Həmçinin geotermik pillərin qiymətinin də kiçik olduğu, Qafqaz dağlarının kiçik olduğunu qeyd etmək olar. Və Qafqazın da Azərbaycanın cənub-şərq hissəsi düşür və Qafqaz dağlarının da dünya daxilində ən uca zirvəsi Elbrus və Kazbek zirvələridir. Bunlar sönmüş vulkanlardır. Elbrus 5642 metrdir, Kazbek isə 5033 metr hündürlüyə malikdir. Qafqaz dağları əslən konvergentdə, yəni kolliziya zonasında yerləşir. Qafqaz dağlarının yaranmasında Ərəbistan materik tipli tava və Avrasiya materik okean tipli tava iştirak edib. Yəni Qafqaz dağları iki materik tipli tavanın baxmayaraq, məsələn, Avrasiya tavası həm materik tipli yer qabına malikdir, həm okean tipli yer qabına malikdir. Ərəbistan tavası isə yalnız materik tipli, yeganə kiçik tavadır ki, materik tipli yer qabına malikdir. Lakin Qafqaz dağları iki materik tipli tavanın toqquşma zonasında yerləşir. Yəni materik tipli tava üzrə gəlir və nəticədə quruda sıra dağlar, yəni Qafqaz dağları yaranmışdır. Və vaxtı ikən də Qafqaz dağlarının yerində Tetis okeanı və Sarmat dənizi mövcud olmuşdur. Sonra Qafqaz dağlarının qalxması Tetis və Sarmat dənizlərinin belə deyək də qapanmasına və Azərbaycan arasının quruya çevrilməsinə səbəb olmuşdur. Bu Qafqaz dağları haqqında qəbul imtahanlarına düşə biləcək ümumi məlumatı qeyd elədik və Qafqaz dağları Azərbaycana Balakən rayon, Balakən Gürcüstan-Rusiya sərhədində Kinovroso zirvəsi ilə daxil olur. Kinovroso zirvəsinin hündürlüyü 3374 metr hündürlüyə malikdir. Qafqaz dağları bu silsilələr, Azərbaycan daxilində Qafqaz dağlarının ən uca zirvəsi Baş Qafqaz silsiləsidir. Baş Qafqaz Azərbaycan daxilində ən hündür silsilədir. Baş Qafqaz, onu baş suarezi adlandırılır. Yer gəlmişə Baş Qafqaz silsiləsi Rusiya ilə sərhəddə yerləşir. Baş Qafqaza paralel burada yan silsilə yerləşir. Rusiya ilə sərhəddə yerləşmir. Ona perpendikulyar Sudur silsiləsi yerləşir. Baş Qafqazın cənubunda Niyal dağ və Qovdağ silsilələri yerləşir. Baş Qafqazın şimal-şərqində yan silsilərini qeyd edilir, Sudur silsilə. Düzənliklərdən həmçinin Qusar mayili düzənliyi, Şollar düzü və Samur dəvəçini qeyd etmək olar. Baş Qafqazın cənub-şərqindən Ləngəli silsiləsi, Ələt tirəsi, Qobustan alçaqdağı, Yaşma və Abşeron dərəli təpəli düzənliyini qeyd etmək olar. İndi biz bu relyef vahidlərini qeyd elədik və zirvələri də qeyd edəyik. Yan silsilənin ən uca zirvəsi Qusar rayonunun ərazisində Şahdağ zirvəsi 4243 metr mütləq hündürlüyə malikdir. İkinci yan silsilədə ən uca zirvə Yarıdağdır, 4116 metr hündürlüyə malikdir. Üçüncü yan silsilədə Qızılqaya zirvəsidir ki, 3726 metr hündürlüyə malikdir. Qalan qəbul imtahanlarına düşən digər zirvələr hamısı Baş Qafqaz silsiləsindədir. Məsələn, burada
qeyd etmək olar ki, Balakən Rusiya-Gürcüstan sərhədində Kinov-Rosso 3374-dür. Balakən-Zaqatala sərhədində Azərbaycanın ən uca zirvəsi qeyd edə bilərik ki, Quton dağıdır. 3648 metrdir. Azərbaycanın ucqar şimal nöqtəsidir. Zaqatala-Balakən rayonları sərhədindədir. Həmçinin Qax rayonunda məsələn 3481 Ahvay zirvəsini qeyd etmək olar. Burada Məlkəmud zirvəsini qeyd etmək olar. Bunlar Rusiya ilə sərhəddə yerləşir. Həmçinin Bazardüzü qeyd edilir 4466 metr. Ondan sonra Zəfər zirvəsidir. Bu da Rusiya ilə sərhəddə yerləşir. Quçar rayonu ərazisindədir. 4301 metr mütləq hündürlüyə malikdir. Tufandar var 4191 metr. Bazaryurt 4126 metr var. Babadağ 3629 metr hündürlüyə malikdir. Dübrar zirvəsi var 2205 metr. Həmçinin Salavat aşımı 2915 metr hündürlüyə malik olduğunu qeyd etmək olar. Burada məsələn Tingiz Mustafayev zirvəsi var. Qeyd edə bilərik 4063 metrdir. Sonra Raqdan zirvəsi 4020 metrdir. Heydər zirvəsi 3755 metr qeyd hündürlüyə malik olduğunu qeyd etmək olar. Və biz fərdi olaraq fiziki coğrafi rayonlar üzrə relyef vahidlərinin yerləşməsinə nəzər salaraq Samur Dəvəçi fiziki coğrafi rayonu görür ki, Rusiya ilə sərhəddə var və Xəzər dənizinə çıxışı var. Burada relyef vahidinin adı Samur Dəvəçi ovalığıdır. Ümumiyyətlə fiziki coğrafi rayon düzənlikdir. Samur Dəvəçi görürük ki, rəngdən də görürük ki, düzənlikdir. Samur Dəvəçi düzənliyi yerləşir. Həmçinin onun şimalında Şollar düzü və qismən Qusar mailinin bir hissəsi yerləşə bilər. Əsas Samur Dəvəçi fiziki coğrafi rayonunda Samur Dəvəçi və Şollar düzü düşür. Qonaqkənd fiziki coğrafi rayonu görürük ki, daha çox dağlıq fiziki coğrafi rayondur. Lakin ərazisinin Qusar maili düzənliyinin bir hissəsi də yerləşir. Yansı silsilə, Sudur silsiləsi, Dübrar silsiləsi, Təngi dərəsi. Həmçinin Baş Qafqaz silsiləsi də Qonaqkənd, Zaqatala-Lahıc, Qonaqkənd, Şamaxı sərhədində Baş Qafqaz silsiləsi yerləşir. Yəni Baş Qafqaz, Qonaqkənd, Zaqatala-Lahıc, Qonaqkənd, Şamaxı fiziki coğrafi rayonları arasında sərhəd təşkil edir. Həmçinin Rusiya ilə sərhədində də Baş Qafqaz və ya Baş Varızı silsilə yerləşir. Məsələn, ümumi demək olar ki, Şahdağ zirvəsidir, Qızılqayadır, Yarıdağ zirvələridir və ya Dübrar zirvəsidir. Bu Qonaqkənddə yerləşdiyini qeyd etmək olar. Zaqatala-Lahıcda Baş Qafqaz silsiləsidir, həmçinin Qovdağ, Niyaldağ silsilələri Zaqatala-Lahıca düşür. Burada Bazardüz zirvəsinin, Zəfər zirvəsinin, Məlkəmud, Ahvay, Quton, Kinov-Rosso kimi zirvələrin Zaqatala-Lahıcda yerləşdiyini qeyd etmək olar və gördüyümüz kimi rəngdən dağlıq fiziki coğrafi rayondur. Şamaxı fiziki coğrafi rayonu Böyük Qafqazın Baş Qafqaz silsiləsinin cənub-şərqini əhatə edir və buradan Ləngəbir silsiləsi və Baş Qafqazın, yəni Baş Varızının cənub-şərq hissəsi düşür. Bu da dağlıq fiziki coğrafi rayondur. Həmçinin nisbətən dərəli, təpəli və düzən fiziki coğrafi rayonudur, Qobustan, Abşerondur. Burada məsələn Ələt tirəsi nisbətən hündür, Ələt tirəsi, Qobustan alçaqdağlığı, Yaşma düzü, Abşeron dərəli, təpəli düzənliyi kimi relyef vahidləri yerləşir. Və relyef vahidləri yerləşir. Yəni fikir versək, Samur Dəvəçi və Qobustan Abşeronun relyefi nisbətən düzənlik relyefə malikdir. Digər fiziki coğrafi rayonlarda isə dağlıq fiziki coğrafi rayonlardır. Və beləliklə sonda relyef baxımından Samur Dəvəçi, Şollar və Qusar maili həmçinin yan silsilə Baş Qafqazın şimal-şərqində, Niyaldağ, Qovdağ, Baş Qafqazın cənubunda, Ləngəviz, Dərətli, Qobustan, Yaşma və Abşeron dərəli təpəli düzənliyi isə Baş Qafqazın cənub-şərqində yerləşdiyini qeyd etmək olar. Və relyefin təsərrüfat əhəmiyyəti baxımından, məsələn, düzən ərazilərdən istifadə imkanları yüksəkdir. Relyef baxımından düzən ərazilərdən, həmçinin düzənliklərdə insanlar da sıx məşğullaşır və bu məntiqlə yanaşsaq, daha çox Abşeronda, Samur Dəvəçi ovalığında insanların daha sıx məşğullaşdığını qeyd etmək olar. Dağlıq ərazilərdə isə relyef iqlim şəraiti baxımından bu ərazilərdən məsələn deyək ki, insanlar zəif məşğullaşmışdır. Həmçinin kənd təsərrüfatı baxımından dağlıq ərazilərdən məsələn deyək ki, xüsusən dağ çəmənlərindən yay otlaqları kimi, arıçılıq kimi, qoyunçuluq kimi, biçənək otlaq kimi istifadə olunur. Düzən ərazilərdən isə payızlıq taxıl və belə deyək, qış otlaqları kimi düzən ərazilərdən bu məqsədlə təsərrüfat əhəmiyyəti kimi istifadə olunur. Və dağlıq ərazilərdə nəqliyyat baxımından da dağlıq ərazilərdə nəqliyyat zəif inkişaf eləmişdir. Dağlıq ərazilərdə, düzən ərazilərdə isə
müxtəlif avtomobil, dəmir yol, boru kəmər və sair nəqliyyat növlərində düzən ərazilərdə rast gəlinir. Növbəti qeyd edə bilərik ki, biz fiziki coğrafi rayonda eksogen proseslər haqqında qeyd edək. Ümumiyyətlə, məsələn, Böyük Qafqaz vilayətinin Zaqatala, Lahız və Qonaqkənd fiziki coğrafi rayonlarında biz buzlaqların fəaliyyətini qeyd edə bilərik. Ümumiyyətlə, buzlağın fəaliyyəti ekzalasiya adlanır. Məsələn, buzlağın fəaliyyəti nəticəsində morenlər, karlar, sirklər, troqlar və s. bunlara rast gəlinir. Gördüyünüz kimi, Azərbaycanda qar xətti 3900 metrdən keçir. Yəni 3900 metrdən hündür olan ərazilərdə nival buzlaq relyef formaları formalaşır. Və burada Zaqatala, Lahızdır, Qonaqkənddir. Bu ərazilərdə, yəni Baş Qafqaz silsiləsində nival buzlaq relyef formalarına, yəni moren, kar, sirk, troq və s. kimi dərələrə, troq dərələrinə rast gəlmək olur. Yəni buzlaq relyef formaları. Ona görə sizə buzlaq relyef, eksogen proseslərdən buzlaq relyef formaları Zaqatala, Lahız və Qonaqkənddə qeyd etmək olar. Həmçinin Zaqatala, Lahız, Qonaqkənd, Şamaxıda sürüşmələri, dağlıq ərazilərdən biz bilirik ki, eksogen proseslərdən dağlıq ərazilərdə sürüşmələr baş verir. Sürüşmələr qum, çınqıl layları üzərində su keçirən qum, çınqıl layları su keçirməyən suxurlar üzərində su keçirən qum, çınqıl layları yerləşdikdə, məsələn, su keçirməyən deyək ki, qranit, bazalt, gil üzərində, məsələn, su keçirməyən gil üzərində su keçirən qum, çınqıl layları yerləşdikdə meyilli ərazilərdə sürüşmələr baş verir və sürüşmələr daha çox baş verməsi çökmə suxurlarla bağlıdır. Aydındır ki, dağlıq ərazilərdə, Zaqatala, Lahızdır, Qonaqkənddir, Şamaxıdır, bu kimi fiziki coğrafi ərazilərdə sürüşmələr daha intensiv olacaq. Ancaq Qobustan, Abşeron və Samur dəvəsi nisbətən düzən relyefə malik olduğundan sürüşmələrin az olmaq ehtimalı daha çoxdur. Və sürüşmələrə qarşı bir çox mübarizə tədbirləri həyata keçirirlər. Ağac, kol bitkilərin əkilməsidir, yamacların eninə şumlanmasıdır və yaxud fitomeliorativ tədbirlər deyirlər. Bu kimi tədbirlər həyata keçirilir sürüşmələrə qarşı və sürüşmələr daha çox dağlıq ərazilərdə, xüsusən Qonaqkənddə, Şamaxıda, Böyük Qafqazın cənub-şərqində və şimal-şərqində. Bu da intensiv yağışlar, meyilliyin çox olması və çökmə suxurların üstünlük təşkil etməsi ilə bağlıdır. Məsələn, su buzlaq, Qusar müayili düzənliyi su buzlaq düzənliyidir. Qusar müayili düzənliyində su buzlaq çöküntüləri geniş yayılmışdır. Məsələn, Samur dəvəsi Xəzər dənizi sahilində yerləşdiyi üçün həm abrazyon düzənlikdir. Bilirik ki, dalğanın dağıcı fəaliyyəti abraziya adlanır. Azərbaycanın abrazyon düzənliklərində məsələn Samur dəvəsi, Yaşmal, Abşeronun dəniz sahilləri, Cənub-Şərqi Şirvan, Salyan, Lənkəran bu kimi düzlər abrazyon düzənliklərdir. Ona görə abraziya hadisəsi daha çox Xəzər dəniz sahillərində, bu Samur dəvəsi fiziki coğrafi rayonunda və Qobustan, Abşeron dəniz sahillərində müşahidə etmək olar. Həmçinin Samur dəvəsi düzənlik olduğundan burada akkumulyasiya prosesi, suxurların tökülməsi prosesi gedir. Həmçinin çayların gətirdiyi töküntülər nəticəsində yaranmış allüvial düzənlikdir. Həmçinin müvəqqəti axınların fəaliyyətindən yaranmış prallüvial düzənlikləri Samur dəvəsi həm akkumulyasiya düzənlikdir, həm allüvial düzənlikdir, həm prallüvial düzənlikdir və həm abrazyon düzənlikdir. Abrazyon düzənliyi o baxımdan dəyərləndirmək olar ki, Xəzər dənizi sahilləri, Xəzər dənizi dalğaların Xəzər dənizi sahillərində Samur dəvəsi olaraq dalğaların fəaliyyətinə məruz qaldığı üçün bu baxımdan abrazyon düzənliyi kimi, ovalıq olduğundan suxurların toplanması prosesi gedir, akkumulyasiya düzənlikdir. Çayların gətirdiyi töküntülər nəticəsində yarandığı üçün allüvial və müvəqqəti axınların fəaliyyətinə məruz qaldığı üçün prallüvial düzənlik kimi dəyərləndirmək olar. Həmçinin bilirik ki, küləyin fəaliyyəti defiliasiya adlanır. Defiliasyon relyef formalarının daha çox Qobustan, Abşeronda xərcli gilavar kimi küləklər olduğundan defiliasyon, abrazyon relyef formaları Qobustan, Abşeronda abrazyon, defiliasyon həm də akkumulyasiya və Qobustanda, Ələtdə denudasiya prosesinin getdiyini qeyd etmək olar. Yəni, eksogen proseslərdən Böyük Qafqazın bu hissəsində düzən ərazilərdə akkumulyasiya, abraziya, allüvial, prallüvial töküntüləri yayılmışdır. Dağlıq ərazilərdə nival buzlaq relyef formaları, Qusar müayildə su buzlaq töküntüləri, defiliasyon relyef formalarında daha çox Qobustan, Abşeronda, həmçinin arid denudasiyon relyef formalarında Qobustan, Abşeron ərazilərə rast gəlmək olar. Arid denudasiya biz bilirik ki, quraq ərazilərdə müvəqqəti axınların təsirindən arid denudasiyon relyef formaları yaranır. Arid denudasiyon relyef formaları şırımlardır, bedlenlərdir, yarğanlardır, qobulardır, gilli karslardır. Bunlara aid etmək olar və Qobustan, Abşeronda arid denudasiyon relyef formalarında qeyd etmək olar. Əsasən, yəni, bu relyef formalarını bir də ümumiləşdirsək, Qobustan, Abşeron üçün, məsələn, külək eroziyasını, həmçinin fiziki aşınmanın, eksogen proseslərdən külək eroziyası, fiziki aşınma, defiliasyon relyef formalarını, arid denudasiyon relyef formalarını qeyd etmək olar. Yüksək dağlıq ərazilər, buzlaq, həmçinin sürüşmələr,
sürüşmələri, qar uçqunu, daş uçqunu düzən ərazilərdə akkumulyasiya, deyək ki, Qusar mahalləndə su buzlaq düzənliyi oldu. Bunları bilmək kifayətdir ki, yəni düşəcək sualların öhdəsindən rahatlıqla gəlir. Və Böyük Qafqaz vilayətində suxurların yayılmasına fikir versək, ümumiyyətlə bilirik ki, Böyük Qafqaz vilayəti Azərbaycanda arxeproterozoy yaşlı suxurlar yoxdur. Ən qədim və nadir ayrılmış suxurlar Paleozoy yaşlıdır. Bu da Kiçik Qafqaz vilayəti və Orta Araz vilayətində rast gəlinir. Böyük Qafqazda Paleozoy yaşlı suxurlar yoxdur. Böyük Qafqazda Mezozoy və Kaynozoy yaşlı suxurlara daha çox rast gəlinir. Yüksək dağlıqda daha çox Böyük Qafqazda Mezozoy suxurlarına, dağətəyi və düzən ərazilərdə isə Kaynozoy suxurlarına rast gəlinir. Və Böyük Qafqaz vilayətində hündürlüyə doğru suxurların yaşı artır. Belə ki, yüksək dağlıq ərazilərdə Yura suxurları yayılıb. Ümumiyyətlə Böyük Qafqazın, Kiçik Qafqazın yüksək dağlıq ərazilərində Yura suxurları, Mezozoyun Yura suxurları yayılıb. Yura suxurları daha çox Zaqatala, Lahıc və Qonaqkənd, Böyük Qafqazda Zaqatala, Lahıc və Qonaqkənd fiziki coğrafi ərazisində, yəni silsilə olaraq Baş Qafqaz silsiləsində daha çox yayılmışdır. Baş Qafqaz və qismən yan silsilədə Yura suxurlarının yayıldığını qeyd etmək olar. Orta dağlıq ərazidə, Böyük Qafqazın orta dağlıq ərazilərində Təbaşir suxurları yayılır. Təbaşir suxurları daha çox Qonaqkənddə, Zaqatala, Lahıcda və Şamaxı fiziki coğrafiyalarında Təbaşir suxurlarına rast gəlmək olar. Və dediklərimizi ümumiləşdirsək, orta və yüksək dağlıqda Mezozoy suxurları, Mezozoyun da orta dağlıqda, Təbaşir yüksək dağlıqda Yura suxurlarının yayıldığını qeyd etmək olar. Və görürük ki, dağətəyi və alçadağlıq ərazilərdə dağətəyi və alçadağlıq ərazilərdə Kaynozoyun paleogen və neogen suxurlarıdır. Düzən ərazilər isə 4-cü dövr suxurlarıdır və Kaynozoyun 4-cü dövr suxurları daha çox Samurda və Çobalıdır. Qismən Qusar maili və Abşeronun dəniz sahillərində 4-cü dövrün çökmə suxurları və dəniz çöküntüləri yayılmışdır. Yəni 4-cü dövr suxurlar daha çox Samurda və fiziki coğrafi rayonunda, qismən Qobustan, Abşeron. İndi hər bir fiziki coğrafi rayon üzrə bir suxurların yayılmasına fikir versək, Samur dərəsində demək olar ki, üstünlük Kaynozoy erasının 4-cü dövr, yəni antropogen suxurları daha çox üstünlük təşkil. Qonaqkənd fiziki coğrafi rayonunun Qusar mailinin düzən hissəsində, Qusar maildə 4-cü dövr, həmçinin Neogen, qismən Paleogen, Təbaşir və Yura suxurlarının yayıldığını görmək olar. Ümumiyyətlə, Xəzər dəniz sahillərində biz Baş Qafqaza kimi suxurların yayılma ardıcıllığına fikir versək, birinci 4-cü dövr suxurları yayılır, sonra Neogen suxurları yayılır, qismən orada Paleogen suxurları yayılır, orta dağlıqda Təbaşir, yüksək dağlıqda Yura suxurlarının yayıldığını qeyd etmək olar. Zaqatala, Lahıc fiziki coğrafi rayonunda yüksək dağlıqda Yura suxurları yayılır, orta dağlıqda Təbaşir, qismən Qəbələ rayonuna yaxın ərazilərdə, Qəbələ rayonu və ətraf rayonlarda Paleogen suxurlarının da yayıldığını qeyd etmək olar. Zaqatala, Balakən rayonları hissəsində isə daha çox Yura suxurlarının üstünlüyü təşkil etdiyini görmək olar. Dağlıq Şirvan və ya Şamaxı fiziki coğrafi rayonunda daha çox, məsələn, burada Paleogen suxurları, xüsusən Ləngəmizdə Paleogen, həmçinin Neogen suxurları, ortaqlıq isə Təbaşir suxurlarını görmək olar. Qobustan, Abşeronda dəniz sahilləri ərazilərdə Kaynozoyun 4-cü dövr suxurları, nisbətən dağətəyi və alçadağlıq ərazilərdə isə Neogen və Paleogen suxurlarını qeyd etmək olar. Ona görə ümumiləşdirmə versək qısa, Samur dərəsi və Qobustan, Abşeronda 4-cü dövr və yaxud Zaqatala, Lahıc, Qonaqkənddə Yura suxurları, Qonaqkənd, Zaqatala, Lahıc, Şamaxıda Təbaşir suxurları, Paleogen suxurlarına daha çox Qobustan, Abşeron və Şamaxıda rast gəlinir. Neogen suxurları isə Qonaqkənddə və Qobustan, Abşeronda, Şamaxıda da qeyd eləmək olar. 4-cü dövrdə də Samur dərəsində və Qobustan, Abşeronun dəniz sahilində 4-cü dövr suxurlarını qeyd etmək olar. Böyük Qafqazda da hündürlüyə doğru suxurların yaşı artdığını qeyd etmək olar. Düzən və dağətəydə Kaynozoy, dağlıq ərazilərdə isə Mezozoy suxurları yayılmışdır. Və Böyük Qafqazda vulkanogen effuziv çökmə suxurları da görürük ki, Böyük Qafqazda vulkanogen effuziv çökmə suxurları da yayılıb. Bu Zaqatala, Lahıc fiziki coğrafi rayonunun müəyyən hissəsində vulkanogen effuziv suxurlar yayılıb. Lakin intruziv suxurlar demək olar ki, yəni bu qismən müəyyən ərazisində çıxmaq şərtinə demək olar ki, burada vulkanogen intruziv suxurların yayılmadığını qeyd edə bilərik. Həmçinin palçı vulkanları Qobustan, Abşerondadır. Palçı vulkanları geniş yayılır. Bilirik ki, palçı vulkanları psevdo vulkanlar adlandırırlar, yəni yalancı vulkanlar adlandırırlar. Və palçı vulkanları çökmə suxurlarla bağlı 4-6 km dərinlikdə baş verir və palçı vulkanları olan ərazilərdə daha çox
neftə və qaza rast gəlinir. Palçıq vulkanları həm düzən ərazilərdə, həm dağlıq ərazilərdə rast gəlinir. Əsas palçıq vulkanları Xəzərin Şef zonası, Qobustan, Abşeron və Cənub-Şərqi Şirvanda, Böyük Qafqaz vilayətində isə Qobustan, Abşeronda rast gəlinir. Ən hündür palçıq vulkanımızın adı Torağay vulkanı 400 metr. Həmçinin burada Axtarma Paşalı, Qalmaz, Keyrəki, Bozdağ, Osman Bozdağ və s. kimi palçıq vulkanları da mövcuddur. Yəni palçıq vulkanları eşitirik Qobustan, Abşeron. Həmçinin burada tektonik qırılmalara da rast gəlinir. Görürük ki, tektonik qırılmalar daha çox qırmızı xətlərlə göstərilir və dağlıq ərazilərdə, düzən ərazilərdə tektonik qırılmaların olduğunu müşahidə etmirik. Məsələn, Baş Qafqazla Qarı Xərçə tektonik qırılmaların ayrıldığını görmək olar. Yan silsilə ilə Qusar mailini tektonik qırılmalarla, həmçinin Qobustanla Cənub-Şərqi Şirvanın, Ləngəvizlə Şirvan düzünün tektonik qırılmalarla ayrıldığını müşahidə etmək olar. Bir də Böyük Qafqazda Mezozoy erasının Tirias suxurları yoxdur. Yəni Böyük Qafqazda təbaşir Yura suxurları olsa da Mezozoyun Tirias suxurlarına rast gəlinmir. Və bir də Böyük Qafqazda magmatik intruziv suxurlar elə də geniş yayılmayıb. Yəni burada Qəbələ rayonunda qismən müşahidə olunsa da demək olar ki, qəbul imtahanlarına düşən testlərdə bu müşahidə olunmur kimi demək olar ki, götürülür. Həmçinin Böyük Qafqaz vilayətində tektonik zonalara fikir versək, görək ki, Böyük Qafqaz vilayəti Ön Qafqaz çökməsinə və Böyük Qafqaz qalxmasına da yerləşir. Yəni Böyük Qafqaz vilayəti 2 tektonik zonaya düşür. Ön Qafqaz çökməsi həm Rusiya sərhəddə və Xəzər dənizi sahilində yerləşir və buraya Samur dəvəçidir, Şollardır və Qusar mailinin bir hissəsi aiddir. Yəni Samur dəvəçi fiziki coğrafi rayonu demək olar ki, Ön Qafqaz çökmə zonasına düşür. Böyük Qafqaz qalxma zonasına buradan Rusiya sərhəddə Sudurlu, həmçinin yan silsilə, Baş Qafqaz, Niyalda, Qovda, Ləngəviz, Ələt, Yaşma, Qobustan və Abşeron Dərəli Təpəli düzənliyi Böyük Qafqaz qalxma zonasına aiddir. Qalxma zonaları, dağlıq əraziləri əsasən dağlıq ərazilər qalxma zonalarına, düzən ərazilər çökmə zonalarına, da bəzi düzənliklərimiz, dağlıq ərazilərimiz var ki, əksinə qalxma və çökmə zonalarına aiddir. Və Böyük Qafqaz vilayəti 2 tektonik zonaya bölündü və dedik ki, Ləngəvizlə Şirvan düzü, Baş Qafqazla Qanı Xəritçay, yan silsilə ilə Qusar maili, Qobustanla isə Cənub-Şərqi Şirvan tektonik sınmalarla ayrıldı. Və tektonik zonalarında sərhədləri dağla düzənliyin qovuşduğu hissədir və tektonik sınmalarda seysmiklik yüksəkdir. Vilayətdə ən seysmik fiziki coğrafi rayon qeyd edə bilər ki, burada Dağlıq Şirvan, Şamaxıdır, həmçinin Gəncə fiziki coğrafi rayonu və yaxud Gündüz Qaçıq fiziki coğrafi rayonu Azərbaycanda ən yüksək seysmikliyə malik olan fiziki coğrafi rayonlardır. Palçıq vulkanlarına da Qobustan, Abşeronda rast gəlindi və Şamaxıda da seysmiklik 8-9 bal və daha çox seysmiklik müşahidə oluna bilər. Həmçinin biz faydalı qazıntıları da qeyd edə bilərik ki, Böyük Qafqaz vilayəti həm filiz faydalı qazıntılar, həm əsas yanacaq faydalı qazıntılar və qeyri-filiz faydalı qazıntılarla zəngin bir ərazidir. Bilirik ki, filiz faydalı qazıntıların yaranması magmatik suxurlarla bağlıdır. Əsasən dağlarda, denitasyon düzənliklərdə rast gəlinir və Azərbaycanda Kiçik Qafqazda filiz faydalı qazıntılar geniş yayılsa da, Naxçıvanda geniş yayılsa da, Böyük Qafqazda filiz faydalı qazıntıya təsadüf olunur. Bu da Zaqatala, Balakən, Zaqatala Lahız fiziki coğrafi rayonunda polimetal filiz yatağıdır. Polimetal deyəndə, yəni polimetalın tərkibində çoxlu metallar olur, misdir, sinkdir, qurğuşundur, qalaydır. Bu Zaqatala və Balakən rayonları ərazisində yerləşir polimetal yataqları. Yəni Böyük Qafqaz fiziki Böyük Qafqaz vilayətində yeganə filiz faydalı qazıntı olan fiziki coğrafi rayon Zaqatala Lahızdır, polimetal filiz yerləşir. Burada Filiz çaydır, Katex çaydır, Kastardır, Mazımçay kimi dağlıq ərazidə polimetal yataqları yerləşir və hələlik ki, polimetal yataqları çıxarılır. Həmçinin Zaqatala Lahızda polimetaldan əlavə qeyd edə bilərik ki, Zaqatala Lahızda məsələn gil var, əhəng daşını qeyd etmək olar. Mineral bulaqlardan məsələn Qaxdan ilusunu qeyd etmək olar. Oğuzda xalxalı qeyd etmək olar. Qəbələdə bumu. Ümumiyyətlə Şamaxıda məsələn qeyd etmək olar ki, Şamaxıda Çuxuryurd mineral bulağı, İsmaildə Bədon namazgahdır. Abşeronda məsələn Suraxanı Şıxdır Bakıda.
Qubada Xaltan Xaşı, Cimi, Şabran Siyəsən sənədində qalaltı mineral bulaqlarını qeyd etmək olar ki, inzibati rayonlar üzrə bu mineral bulaqlar yerləşir. Və Şamaxıda daha çox, Şamaxıda biz qeyd edə bilərik ki, Şamaxı fiziki coğrafi rayonunda, yəni Dağlıq Şirvanda yanar şist yataqlarını qeyd etmək olar. Və həmçinin yanar şistə İsmayılıda, Qobustanda və Quba rayonunda da yanar şistə rast gəlilir. Yəni yanar şist deyərik ki, Qonaqkənddə və Şamaxı fiziki coğrafi rayonunda yanar şist qeyd etmək olar. Həmçinin Qonaqkənddə mərmər var, romb, işarəsi romb, böyük diaqonal işarəli tikinti sənayesində mərmərdən istifadə olunur. Qubada çəhrayı mərmər. Həmçinin Qubada Xaltan Xaşı, Cimi mineral bulaqlarında yerləşdiyi əhəng daşı, gil, bu kimi faydalı qazıntılara rast gəlinir. Samur Dəvəçdə, Siyəzəndə neft var. Bu üçbucaq işarəsi içi dolu neftin işarəsidir. Həmçinin Qobustan, Abşeronda neft var. Və qeyd olunanları ümumiləşdirsək, qeyd edə bilərik ki, məsələn, neft qaz daha çox Samur Dəvəçi və Qobustan, Abşeronda neft qaza rast gəlinir. Şamaxı və Qonaqkənddə yanar şistə, filiz faydalı qazıntı Balakəndə, həmçinin mərmər yatağına Qonaqkənddə rast gəlinir. Qobustan, Abşeronda neft qazla bərabər, məsələn, kvars qumları var, şüşə istehsalında istifadə olunur. Sement, Qaradağ sement yatağını qeyd etmək olar. Həmçinin əhəng daşı, gil, duz qeyd eləmək olar ki, çökmə duz, məsələn, Abşeron göllərində çoxlu duz ehtiyatları mövcuddur. Bunları qeyd etmək olar faydalı qazıntı baxımından. Yəni Böyük Qafqaz vilayəti ümumi daha çox yanacaq faydalı qazıntılar, qeyri-filiz, həmçinin Zaqatalada filiz faydalı qazıntılara rast gəlinir. Yanacaq faydalı qazıntılar da əsasən yaranması çökmə suxurlarından bağlı ovalı və şeh zonalarında yayılıb. Qeyri-filiz faydalı qazıntılar da yaranması çökmə suxurlarla bağlıdır. Düzən və dağlıq ərazilərdə də qeyri-filiz faydalı qazıntılara rast gəlinir. Və faydalı qazıntılardan işarələrinə də fikir versək, üçbucaq bu neftin işarəsidir. Bu üçbucaq içi boş qazın işarəsidir. Həmçinin burada loro dilində desə buynuzlu üçbucaq yanar şistin işarəsini qeyd eləmək olar. Bu işarə polimetal filiz işarəsidir, Böyük Qafqazda var. Həmçinin bu kub işarəsi, xörək duzu Böyük Qafqazda, əhəng daşı, kvadrat diaqonallar bölünüb əhəng daşı, həmçinin kvars qumları bu işarə gil, sement, bu kimi mineral bulaqlar, bu kimi faydalı qazıntılara rast gəlinir Böyük Qafqaz vilayətində. Həmçinin vilayətin iqliminə fikir versək, ümumiyyətlə vilayətdə bütün iqlim tiplərinə rast gəlinir. Burada həm yarımsəhra quruçöl iqlim tipi, mülayim isti iqlim tipi, soyuq iqlim və dağ tundra iqlim tipi yerləşir. Samur Dəvəçi və Qobustan, Abşeron fiziki coğrafi rayonu daha çox yarımsəhra quruçöl iqlim tipinə düşür. Yəni Samur Dəvəçi və Qobustan, Abşeron yarımsəhra quruçöl iqlim tipində yerləşir. Azərbaycan 50% əhatə edir bu iqlim yarım tipi. Samur Dəvəçi və Qobustan, Abşeronda qışın mülayim keçən yarımsəhra quruçöl iqlim yarım tipi yayılmışdır. Yağıntının miqdarı 200-400 mm-dir. Burada mümkün buxarlanma təqribən 1000-1200 mm, yağıntı isə 200-400 mm-dir. Rütubətli əmsalı isə vahiddən kiçikdir, 1/1-13 arasıdır rütubətli əmsalı. Və bu yarımsəhra iqlimi daxilində yarımsəhra quruçöl landşaftı yayılmışdır. Həmin landşaft tipi daxilində buxarlanma qabiliyyəti, yəni mümkün buxarlanma çoxdur, yağıntı azdır, arada fərq isə çoxdur. Əsasən çay əmələ gəlmə imkanları bu iqlim tipi daxilində zəifdir və burada torpaq tipləri, xüsusən boz, boz qonur kimi torpaq tipləri yayılmışdır bu ərazidə. Həmçinin qeyd edə bilərik ki, Xəzər dəniz sahillərindən təxminən 1000-1400 metrə kimi mülayim isti iqlim yayılıb. Yarımsəhra quruçöl iqlimi isə Xəzər dəniz sahillərindən 600-800 metr hissəyə kimi yayılıb. Mülayim isti iqlimdə 3 tipi var. Bu qışı qıraq keçən mülayim isti iqlimdir, yayı qıraq keçən mülayim isti iqlimdir və yağıntılar bərabər parlayan mülayim isti iqlimdir. Bilirik ki, Böyük Qafqaz vilayətində hər bir fiziki coğrafi rayon üzrə nəzər yetirsək, məsələn, dedik ki, Samur Dəvəçi və Qobustan, Abşeronda qışı mülayim keçən yarımsəhra quruçöl iqlimidir. Qonaqkənddə qeyd edə bilərik ki, yağıntılar bərabər parlayan mülayim isti iqlim yayılıb, qışı qıraq keçən soyuq iqlim və dağ tundra iqlim tipi yayıldığını qeyd etmək olar. Həmçinin burada görürük ki, yayı qıraq keçən mülayim isti iqlim, qışı qıraq keçən mülayim isti iqlimə də Qonaqkənddə rast gəlinir. Dağlıq Şirvan və Şamaxıda xüsusən yayı qıraq keçən, qışı qıraq keçən
mülayim isti iqlim tiplərinə rast gəlinir. Zaqatal layihəsində isə yağıntılar bərabər paylanan mülayim isti iqlim, bütün fəsillərdə bol yağıntı, soyuq iqlim və dağ tundra kimi iqlim tiplərinə rast gəlindiğini qeyd edə bilərik. Və vilayətdən, məsələn, vilayətdə qeyd edə bilərik yağıntılar daha çox ən çox yağıntı Zaqatal layihəcə, həmçinin Qonaqkəndə, Şamaxıya nisbətən çox yağıntı düşür, fiziki coğrafi rayon olaraq. Samur, Dəvəçi və Qobustan, Abşeron isə cəmi 200-400 mm yağıntı düşür. Düzən ərazilərdə orta temperaturlar cəmi yuxarıda xüsusən 10-14 arasında dəyişir. Dağlıq ərazilərdə isə bu göstərici daha da azdır. Yəni hündürlüyə doğru da getdikcə orta temperaturlar cəmi 10-14-dən daha aşağı düşür. Yağıntıların da miqdarı hündürlüyə doğru artır. Dağlıq ərazilərdə daha çox yağıntı, düzən ərazilərdə daha az yağıntı və orta dağlıq ərazilərdə xüsusən səpələnən radiasiyadır. Düzən ərazilərdə isə daha çox düz radiasiyadır. Və günəş radiasiyasının miqdarı bilirik ki, düzənliklərdən məsələn qeyd edə bilərik ki, Qobustan, Abşeronda 130-135-dir. Samur Dəvəçidə 125-130-dur. Bu orta dağlığa doğru. Məsələn, Samur Dəvəçidə əgər 125-130-dursa, orta dağlıqda bu 120-125-ə kimi azalır. Yüksək dağlıqda isə 135-140-a kimi artır. Eyni ilə Qobustan, Abşeronda məsələn düzən ərazilərdə 130-135-dirsə, orta dağlığa doğru bu günəş radiasiyasının miqdarı 120-125-ə kimi azalır. Yenidən yüksək dağlığa kimi 140-145-ə kimi günəş radiasiyasının Baş Qafqazda miqdarı artdığını müşahidə etmək olar. Həmçinin iqlim diaqramlarına nəzər yetirsək, bilirik ki, burada məsələn Zaqatalanın iqlim diaqramı, Bakının iqlim diaqramını mütləq yadda saxlamaq lazımdır. Bakıda görürük ki, temperatur 0 Selsidən yuxarı təxminən bir 25 dərəcə, 28 dərəcə temperatur müşahidə olunur. Yəni Bakıda ən isti ayın orta temperaturu 25-28, ən aşağı ayın orta temperaturu 0 Selsidən yuxarı, məsələn bir 3 dərəcə. Yağıntılar daha çox 200-400 mm-dir, ilin soyuq dövründə, yəni qış fəslində düşür. Çayların görsoluq dövründə, Qobustan, Abşeronda ilin soyuq dövründədir. Ona görə yayda çaylar quruyur. Orta temperaturlar cəmi 14,4-dür. Bu da aqroqlim ehtiyatlarının bol olduğunu göstərir Samur, Dəvəçi və Qobustan, Abşeronda. Və bu Bakıya aid olan, yəni Bakının iqlim diaqramıdır. Bu iqlim diaqramına aydın ki, arid iqlimdir, yağıntı azdır, 200-400. Mümkün buxarlanma çoxdur, buxarlanma azdır. Mümkün buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərq çoxdur. Həmçinin burada boz torpaqlar, bu iqlim tipi daxilində boz torpaqlar, boz qonur torpaqlar, yovşan, ümumiyyətlə yarımsəhra iqlimində yovşan, kəngiz, efemer, şoranotu və s. bu kimi bitkilər yayılır. Belə mədəni bitki olaraq, məsələn, Qobustan, Abşeronda quru subtropik meyvəçilik, quru subtropik meyvəçilik üstədir, badamdır, həmçinin burada zəfəran var, üzüm var, zeytun, bu kimi kənd təsərrüfatı məhsulları bu iqlim tipi daxilində yerləşdirilir. Və bu da iqlim tipinin adı qışın mülayim istəyən yarımsəhra quru çöldür. Növbəti, məsələn, iqlim diaqramı, Lənkəranın iqlim diaqramını bilsək yaxşı olar. Lənkəran vilayəti üçün 1400-2000 metr yağıntı düşür. Yağıntılar daha çox ilin soyuq dövründə, xüsusən yaz və xüsusən payız dövründə düşür. Temperatur görürük ki, sıfırdan aşağı düşmür. Ən isti ayın orta temperaturu isə 25 dərəcədir. Orta temperaturlar cəmi isə 14 dərəcə müşahidə olduğunu bilən sitrus meyvəçilik güclü inkişaf edib və yay buraxdıqca mülayim isti iqlim yayılır. Həmçinin Zaqatala, baxmayaraq Böyük Qafqaz vilayətinə düşməsə də, Zaqatalanın bir hissəsi Böyük Qafqaz vilayətinə düşür və burada Zaqatalada 1036 mm yağıntı düşür. Ən isti ayın orta temperaturu təxminən 0-ın üzərindədir və 25 dərəcə. Yağıntılar daha çox qışı buraxdıqca mülayim isti iqlim olduğu üçün yağıntılar daha çox ilin isti dövründə düşür, xüsusən yazda və payızda. Burada qərzəşli meyvəçilik, qostu, fındıqdır, şabalıqdır və bu kimi meyvəçilik sahələri inkişaf edilmişdir. Həmçinin Qubada görürük ki, temperaturların mənfiyə düşdüyünü, mənfi 3-ə düşdüyünü qeyd etmək olar. Həmçinin bir 23-25 dərəcə, 23 dərəcə temperatur olduğunu görə bilərik, ən isti ayın orta temperaturu və 571 mm yağıntı düşür. Yağıntılar bərabər, Qubada da yağıntılar bərabər paylanan mülayim isti iqlim yayılmış. Və Lənkəran da görürük ki, yağıntılar xüsusən Zaqatala layihəsində çox düşür. Belə ümumilikdə Zaqatala layihəsi, Şamaxı, Qonaqkəndə yağıntıların miqdarı çoxdur. Samur, Dəvəçi və Qobustan, Abşeronda yağıntıların miqdarı azdır. Ən az yağıntı Abşeron cənubunda Quta məntəqəsinə düşür. Orta dağlığa doğru yağıntılar artır, buludluluq artır, səpələnən radiasiya olur və səpələnən radiasiya olur. Yəni düzən ərazilərdə düz radiasiya çox, orta dağlıqda isə səpələnən radiasiya bunu əvəz edir. Və güclü küləklər də, xüsusən xəzlik, lavaş küləkləri Qobustan, Abşeronda əsir
Xəzri şimal küləyidir, Gilavar cənub küləyidir. Xəzri havanın temperaturunu aşağı salır, Gilavar isə temperaturu artıran külək növünə aiddir. Və vilayətin çaylarına fikir versək, yağıntılar bol olduğundan və relyefi dağlıq olduğundan çay şəbəkəsinin də burada sıxdır. Yəni Böyük Qafqaz vilayətində biz çay şəbəkəsinin nisbətən sıx olduğunu müşahidə edə bilərik. Böyük Qafqaz vilayətinin çaylar Xəzərə tökülür, bəziləri birbaşa Xəzərə tökülür, bəziləri isə qeyd edə bilərik ki, Kür çayına tökülür və dolayısıyla onlar da sonradan Xəzər dənizinə tökülürlər. İndi Böyük Qafqaz vilayətinə çayları haqqında məlumat versək, məsələn, Böyük Qafqazın şimal-şərq yamacının çayları, bu çayları Samur çayıdır, Qusar çayıdır, Qudyal çayıdır, Qara çayıdır, Vəlvələ çayıdır, Şabran çayıdır, Gilgil və Ata çaylarını qeyd etmək olar. Bu çaylardan həm sərhəd, həm də transsərhəd çayı, Samur çayını qeyd etmək olar. Samur çayı bu zonada ən uzun çaydır, həm sərhəd çayıdır, həm tranzit çayıdır. Rusiyada Buton dağından 3600 metrdən başlayır, -27-də Xəzər dənizinə tökülür. Samur çayı suvarma əhəmiyyətli çaydır, yayda suvarmada geniş istifadə olunur. Samur çayından Azərbaycanın ən uzun suvarma kanalı Samur-Abşeron kanalı başlayır və qar buzlaqlarla qidalanan çaylar. Ümumiyyətlə, Böyük Qafqazın şimal-şərq yamacının çaylarından Samurdur, Qusardır, Qudyaldır, həmçinin Vəlvələ çayı daha çox qar buzlaqlarla qidalanır. Qar buzlaqlarla qidalandığı üçün bunların qursulluq dövrü yay aylarına, yaz aylarına düşür, yay aylarına düşür. Həmçinin suvarma dövrü də, ümumiyyətlə Azərbaycan çaylarında suvarma dövrü yay ayları kimi qeyd etmək olar. Bu çaylar yüksək dağlıqdan başlayır və -27-də Samur dəvəçi ovalığından Xəzər dənizinə tökülürlər. Töküldüyü yerdə mənsəbləri okean səviyyəsindən aşağıda yerləşir. Yüksək dağlıqdan başladığı üçün düşmələri çoxdur, meyillikləri çoxdur. Çayın düşməsini tapanda çayın mənbəyinin hündürlüyündən mənsəbin hündürlüyünü tapmaq lazımdır. Çayın meyilliyini tapmaq üçün düşməni uzunluğa bölmək lazımdır və bunlar da əksəriyyəti yüksək dağlıq və orta dağlıqdan başlayır. Əsasən qar buzlaqlarla qidalanır və kanyonlar, dərələr əmələ gətirir. Xüsusən Böyük Qafqazın şimal-şərq yamacının çayları. Böyük Qafqazın şimal-şərq yamacının şimal-şərq yamacında daha çox çökmə suxurları, yumşaq çökmə suxurları olduğundan dağ çayları da yumşaq suxurları kəsərək dərin çay dərələri, kanyonlar əmələ gəlir və kanyon əmələ gəlməsi üçün bir meyilli olmalıdır, asan yulan suxurlar olmalıdır və nəticədə dərin çay dərəsi, kanyon əmələ gəlir. Həmçinin qeyd edə bilərik ki, burada Şabranda Taxta Körpü su anbarı və seysi mövcuddur. Şabranda həmçinin laqum mənşəli gölün adı Ağzı Birsala gölü yerləşir. Həmçinin bu zonada Respublikamızın ən uzun suvarma kanalı yerləşir ki, Samur-Abşeron kanalı Samur çayından başlayır. Ceyranbatan sonbana kimi Samur dəvəçi və Abşeron düzlərinin suvarmasında çox böyük əhəmiyyətə malik olan suvarma kanalıdır. Qeyd edə bilərik. Və bu çaylar da yayda suvarmadan geniş istifadə olunduğunu qeyd etmək olar. İndi Qobustan Abşeron çayları da, əgər Böyük Qafqazın şimal-şərq yamacının çayları və Böyük Qafqazın şimal-şərq yamacının çayları haqqında belə bir məlumat verək ki, bunların əksəriyyətinin mənbəyi Baş Qafqazdır, bəziləri yan silsilədir, sonra Qusar mailidən keçir və Samur dəvəsindən Xəzər dənizinə tökülür. Bu çayların məsələn mənbəyində deyə bilərik ki, suxurlar Yura suxurlarıdır, orta dağılında Təbaşir, dağ ətəyində Niyögen, düzən ərazilərdə dördüncü dövr suxurlarını qeyd etmək olar. Həmçinin tektonik zona kimi Böyük Qafqaz mənbəylərində Baş Qafqaz tektonik zonası yerləşir, mənsəbi isə əslən Ön Qafqaz çökməsinə düşür. İqlim tiplərinin ardıcıllığına fikir versək, bu çayların keçdiyi ərazilərdə dağ tundra iqlim tipi, ondan sonra gəlir məsələn qışı quraq keçən soyuq iqlim, yağıntılar bərabər paylanan mülayim isti iqlim və qışı mülayim isti yarımsəhra quru-çöl iqlim tipini qeyd etmək olar. Landşaft tiplərinin ardıcıllığına nəzər yetirsək, məsələn Xəzər dənizi sahillərində Samur dəvəsinin şimalı və əşollarda düzən meşələr, cənub hissədə isə yarımsəhra quru-çöl landşaftıdır. Məsələn burada intrazonal landşaft var. Samur dəvəsinin və şimalı və əşollar, torpaq tipi isə düzənçəmən meşə və ya alüvial-çəmən meşə torpaqlardır. Həmçinin yarımsəhraların torpağı isə boz qonur torpaqlardır. Ondan sonra dağ çölləri gəlir, torpağı şaballı torpaqlardır, açıq və ya tünd şaballı, dağ meşələrin torpağı qəhvəyi qonur dağ meşədir, dağ çəmənlərinin torpağı cimri torplu ibtidai dağ çəməndə, ondan sonra subnival və nival landşaftlar gəlir. Ümumiyyətlə landşaft tiplərinin ardıcıllığına fikir versək, burada yəni çayların keçdiyi hardasa Xəzər dənizi sahillərindən -27-dən 400 metrə kimi təxminən, təqribən yarımsəhra landşaftı yayılıb, yarımsəhra quru-çöl, 400-dən 800 metrə kimi təqribən
dağ çölləri yayılıb 800-dən 2000 metrə kimi təxminən dağ meşələri, 2000-dən 3000 metrə kimi təqribən dağ çəmənləri, 3000-dən 3900-də subnival, 3900-dən yuxarı isə nival landşaftlar yayılmışdır. Həmçinin və bu çaylar üçün bu xüsusiyyətlər kifayət edir yadda saxlarsaq. Qobustan Abşeron çaylarında məsələn Sital çaydır, Sumqayıt çaydır, onun qolları Çigilli, Qozludur, Ceyrankeşməz və Pirsaat çaylarını qeyd etmək olar. Əsasən bu çaylar Ortdağdan başlayır. Ortdağdan başladığı üçün yağış sularla qidalanır. Xüsusən yarım səhrada yağıntı demək olar ilin soyuq dövründə düşür. Və bu çaylar da ilin soyuq dövründə güclü olur. Yay ayları bu ərazilərdə isti quru olduğundan yayda bu çaylar quruyurlar. Ona görə bu çayları kör mənsəbli çaylar, yayda quruyan çaylar Qobustan Abşeron çaylarının əsas xüsusiyyətlərindən biri yayda qurumasıdır. Dənələri gedib Xəzərə çatsa da suyu yayda gedib Xəzərə çatmır. Ona görə də yayda suyu olmadığından demək olar bu çaylardan suvarmada istifadə olunmur. Əsasən bu çayların dərəsində palçıq vulkanları, aidendasyon relyef formaları, fiziki aşınmalar, yarğanlar, qoblar, şırıltılar, beyklenlərə və s. rast gəlmir. Xüsusən yağış sularını. Əgər Böyük Qafqazın şimal-şərq yamanlı çayları qar buzlaqlarla qidalanırsa, bu çaylar daha çox yağış suları ilə qidalanan çaylardır və burada bir çox şorsulu tektonik göllər var. Şorsulu tektonik axarsız və relief göllər var. Masazırdır, Binəqəlidir, Şurdaxandır, Böyük Şorda, Hocasan kimi göllər mövcuddur. Həmçinin Abşeronda Ceyranbatan su anbarı mövcuddur. Bu da Bakı şəhərinin su təchizatına çox böyük rola malikdir. Bir də ən uzun çay Pirsaat çayıdır. 200 km uzunluğa malikdir və Hacıqabul rayonunda üzərində eyni adlı Pirsaat su anbarı mövcuddur. Həmçinin Şirvan çaylarından biz qeyd edə bilərik Əlican çayıdır, Türyandır, Türyanın qolu Tikanlı, Dəmiraparan çayıdır, Göyçaydır, Girdimandır və Axçay bunlar Şirvan çaylarıdır. Şirvan çayları əsasən Kür çayına tökülür, yəni Kür hövzəsinin çaylarıdır, Kürün sol qollarıdır. Şirvan düzündə, Kür Şirvanda bunlar böyük gətirmə konusları əmələ gətirir. Axçayı məsələn yağış sularından qidalandığını qeyd edə bilərik. Türyan çayı və onun Tikanlı çay qolunun yeraltı sularla, Dəmiraparan çayını isə qar buzlaqlarla qidalandığını qeyd etmək olar. Türyan çay Qəbələ rayonundan başlayır və Ağdaşdan Kürə tökülür. Və bu çaylar əsasən gətirmə konusları yaradır. Gətirmə konusları yaradan çaylardır. Göyçay ilə Girdiman çaylarının əsasən Babalaq zirvəsindən başladığını qeyd etmək olar. Həmçinin burada Ağsuda Cavanşir su anbarı var. İsmaildə Yekəxana Aşıq Bayramlı, Qəbələdə Nohur Qışlaq su anbarını da qeyd etmək olar. Və Böyük Qafqazın cənub yamacından, məsələn, bəzi çaylar var ki, Zaqatala Lahıcıdan başlayır. Ümumiyyətlə, Kür-Dağ arası vilayətində burada Qabırlı çayın, Qanıq çaylarını qeyd etmək olar ki, bunlar həm tranzit sərhəd çaylardır, kifayət qədər böyük uzunluğa malik olan çaylardır. Həmçinin burada sərhəd çayı var, Mazım çayıdır, Balakən çayıdır. Ondan sonra Balakən çayından sonra Katex çayıdır. Sonra Tala çayı var, Muxax çayı var, yəni Qaraçay, Kürmüş çaylarını qeyd etmək olar ki, bu çayların hər biri, yəni Mazım, Balakən, Katex, Tala, Muxax və Kürmüş. Hər biri Qanıxa tökülür. Qanıq da Mingəçevir su anbarına, yəni Kür çayına tökülür. Qanıq çayını, Balakən, Katex çayı, bunlar Əyri çayının məsələn yeraltı sularla qidalandığını qeyd etmək olar. Azərbaycanda yeganə qərbə axan çay bu Əyri çaydır. Əyri çay Qanıxa tökülür, Qanıq isə Mingəçevir su anbarına, yəni Kür çayına tökülür. Qanıxın Əyri çayında qolları var şəkildə Kiş-Kin çayları. Xüsusən bu zonanın çayları üçün Qanıq Əyri çayın çayları, yəni bunlar Qanıxa və Əyri çaya tökülür. Qanıq çayı Kür çayına, dolayısıyla sonra Xəzər hövzəsinə tökülür. Ümumiyyətlə Azərbaycan bütün çayları daxili axarış hövzənin çaylarıdır. Və bu çayların ən önəmli xüsusiyyətlərindən biri daşlı palçıqlı sellər, xüsusən Kiş çay, Şin çay, daşlı palçıqlı sellər əmələ gətirir. Həmçinin dağdan düzənliyə çıxan hissədə Qanıq Əyri çayı böyük gətirmə konuslarına sahib olan çaylardır. Və bu çayların əsas qida mənbələrinə də fikir verin ki, yəni xüsusilə Azərbaycan üçün Qanıqdır, Katex çayıdır, Əyri çayıdır, Türyandır, Tikanlı çaydır, Şəmkir çayıdır, Tərtər çayıdır, Arpa çayıdır, Həkəri çayıdır, Ara çayıdır. Bunlar yeraltı sularla qidalanır. Samurdur, Qusardır, Qudiyaldır, Vəlvələdir, Dəmiraparandır, Gilandır, Oxtu çay kimi Kür çayıdır. Bunlar daha çox qar sularla qidalanırlar. Qobustan Abşeron çayları, Axtu çayı, Köndələn çayı, Xaçın çayı, Qaraqay çayı, Lənkəran çayları isə daha çox yağış sularla qidalandığını qeyd etmək
Onlar və Qəbələdə yeganə buzlaq mənşəli Şirinsular Xarlı göl, Tufan gölü də Qəbələdə yerləşir və Əyriçay üzərində Şəki ərazisində eyni adlı Əyriçay su anbarı da mövcuddur. Növbəti, məsələn, vilayətdə biz landşaft tiplərinə nəzər yetirsək, vilayətdə landşaft tiplərinin ardıcılığı, landşaft və torpaq tiplərinin ardıcılığı. Məsələn, biz Xəzər dənizi, Samur dərəsinin şimalı və ya şollardan Baş Qafqaz silsiləsinə kimi gəlsək, torpaq tipli, landşaft tiplərinin ardıcılığı belə olar. Düzən meşədir, düzən meşənin torpağı, düzən çəmən meşə və ya alüvyal çəmən meşədir. Ondan sonra dağ çöl landşaftı. Məsələn, 400-dən təxminən 800 metrə kimi dağ çöl landşaftdır. Dağ çöllərinin də bilirik ki, torpağı, dağ çöllərinin də torpağı şabaldır. Açıq və ya tünd şabaldır və ya talalar şəklində qara torpaqlardır. İndi bu zonada olması da qara torpaqlar Şamaxıdadır, İsmayıldadır, Gədəbəydədir, Xocavənd kimi rayonlarda yayılmışdır. Yəni birinci düzən meşədir, intrazanal landşaftdır. Sonra gəlir dağ çölləridir, şabaldı torpaqlar. Ondan sonra təxminən 800-2000 metrdə dağ çəmənlər, meşələri yayılıb. Torpağı da qəhvəyi dağ meşədir və qonur dağ meşədir. Ondan sonra 2000-3000 metrdə dağ çəmənləri yayılıb. Torpağı çinli torpaqlar, dağ çəmən torpaqlardır. Həmçinin subnival və nival landşaftları yayılmışdır ki, subnival bu 3900 metr hündürlükdə yayılıb, nival isə 3900-dən yuxarı. Samur dərəsinin Xaçmazdan cənuba isə artıq yarımsəhra landşaftı yayılıb. Yarımsəhranın torpağı bozqonur torpaqlardır. Ondan sonra yenə eyni ardıcılıqla dağ çöl, torpağı şabaldır. Dağ meşə, torpaq qəhvəyi, dağ meşə, qonur dağ meşə, dağ çəmən, çinli torpaqlar, dağ çəmən, subnival və nival landşaftlar olduğunu qeyd edə bilərik. Qobustan Abşeronun daha çox yarımsəhra landşaftı yayılır və düzən ərazilərdə qış otlarları kimi istifadə olunur. Məsələn, biz Qanlı xəritədən Baş Qafqaza kimi landşaft və torpaq tiplərinə nəzər yetirsək, burada intrazanal landşaft var Qanlı xəritədə. Düzən meşələridir. Torpaq düzən çəmən meşə və alüvyal çəmən meşə, sonra dağ meşələri gəlir. Qəhvəyi dağ meşə, qonur dağ meşə, dağ çəmənləri, çinli torpaqlar, dağ çəmən, subnival və nival kimi landşaft tiplərinə rast gəlinir. Bu hissədən ki, məsələn, Göyçay çay, Girdmançay, Türyançay üzrə şimala doğru qalxsaq, bu ərazilərdə deyək ki, yarımsəhra landşaftdır, sonra gəlir dağ çöllər, dağ meşələr, dağ çəmənlər, subnival və nival kimi landşaft və buna uyğun eyni torpaq tiplərinin yayıldığını qeyd edə bilərik. Və landşaft tipləri haqqında hər biri haqqında qısa məlumat vermək istəyərdim ki, məsələn, yarımsəhra landşaftı ümumiyyətlə Azərbaycanda Xəzər dəniz sahillərindən 400 metrə kimi yayılır. Torpağı da boz-qonur torpaqlardır. Bu yarımsəhra landşaftı əsasən yarımsəhra quru çöl iqlimi daxilindədir. Ünbütlüyü az olan, məhsuldarlığı aşağı olan və suvarma şəraitində istifadə olunan torpaqlardır. Yəni bu torpaqlarda kənd təsərrüfatının inkişaf etdirməsi, suvarması mümkün deyil. Xüsusən Abşeronda quru subtropik, bu iqlim, bu landşaft tipi daxilində quru subtropik meyvəçilik, bayaq da qeyd elədik ki, üzüm var, püstə var, badam var, zeytun var, zəfəran kimi bitkilər əkilir. Samur dəvəsində isə tərəvəz, bostan və s. tərəvəz bitkiləri, kartof, üzüm və s. əkildiyini əkirlər. Bu kimi kənd təsərrüfatı bitkiləri əkirlər. Xüsusən burada payızlıq taxılçılıq inkişaf edir və qış otlaqları kimi üstündən Qobustandan, Abşerondan qış otlaqları kimi istifadə olunur. Dağ çölləri haqqında məlumat verək ki, dağ çölləri təxminən 400-dən 800 metrə kimi mülayim isti iqlimdə, dağ-təbi və alçaqdağlıqda yayılıb və dağ çölləri daha çox, məsələn, dağ çöllərindən əkinçilikdə, heyvandarlıqda geniş istifadə olunur. Xüsusən Böyük Qafqazın, Böyük Qafqazda, Kiçik Qafqazın dağ-təbi və alçaqdağlığında dağ çölləri yayılıb. Həmçinin dağ çöllərinə Adnohur Ceyran, dağ çöllərinə Adnohur Ceyran çöldə də rast gəlinir və torpaqları şabaldır. Torpaqları da talalar şəklində də qara torpaqlar. Qara torpaqlar İsmayıl, Şamaxı, Gədəbəy və Xocavənd rayonlarında rast gəlmək olar. Dağ çöllərindən sonra gəlir dağ meşələridir. Bir də dağ çöllərində rütubətli əmsalını qeyd edə bilərik ki, biz 14, 16, 17 aralığında rütubətli əmsalı müşahidə olunur və çöllər məhsuldar ərazilər və rütubətli əmsalı vahiddən kiçikdir. Dağ meşələrində rütubətli əmsalı vahiddən böyükdür, 1,1 kimi qeyd etmək olar və yaxud 1000/800 belə bir rütubətli əmsalı qeyd etmək olar. Dağ meşələrində əsas ağac növlərinə palıd və ləs fıstıq ağaclarıdır. Dağ meşələri mülayim isti iqlim və soyuq iqlimdə yayılıb, 800-dən 2000 metr aralığında təqribən yayılıb. Dağ meşələrində məsələn Böyük Qafqazın orta dağlığında, Kiçik Qafqazda, Talış dağlarında dağ meşələrindən rast
gəlinir. Torpaqları qəhvəyi dağ meşə və qonur dağ meşə torpaqlarıdır. Və burada kənd təsərrüfatı əgər kənd təsərrüfatı kimi əkilərsə, kənd təsərrüfatı kimi istifadə edilərsə, burada dəmir əkinçiliyi mövcuddur və rütubəti əmsalı vahid və vahiddən böyükdür. Ondan sonra 2000-3000 metrdə dağ çəmənləri gəlir. Dağ çəmənləri əsasən soyuq iqlim və qismən dağ tundra iqlim tipindədir. Xüsusən yüksək dağlıq ərazilərdə, Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvanın yüksək dağlıq hissəsində yayılıb dağ çəmənləri və dağ çəmənlərindən daha çox biçənək kimi, otlaq kimi, xüsusən yay otlaqları kimi arıçılıqda və qoyunçuluqda geniş istifadə olunur. 3000-dən 3009-a subnival qayalı landşaftdır, 3009-dan yuxarı isə nival landşaftı inkişaf etmişdir. Və həmçinin Böyük Qafqazda ekoloji problemlər də və bitki heyvanların nəsli kəsilmək üzrədir və yaxud bəzi bitki növlərinin növ tərkibi azalmaq üzrədir. Bu məqsədlə qoruqlar, milli parklar və yasaqlar yaradılmışdır. Böyük Qafqaz vilayətinin ən böyük milli parkının da Şahdağ Milli Parkda həm Zaqatala, Laxca, həm Şamaxı, həm Qonaqkəndə düşür. İnzibati rayon olaraq, məsələn, buradan qeyd edə bilərik ki, Oğuz rayonu, Qəbələdir, İsmayıllıdır, Şamaxıdır, Qubadır, Qusar kimi bu kimi rayonlara düşür. Və Azərbaycanın ən böyük milli parkıdır. Burada həm turizm kompleksidir, dağ meşədir, dağ çəməndir, qara çöhrədir, həmçinin dəmir ağac kimi bitkilər qorunur. Düzən meşələrinin qorunduğu yeganə milli park bu Samur Yalma Milli Parkdır, intrazonal landşaft, yəni düzən meşələri qorunur. Düzən meşələrin əmələ gəlməsinin səbəbi şirin yeraltı sulardır. Düzən meşələr yarım səhra iqlimi tipi daxilində yaranır və Xaçmaz rayonunda, Samur Dəvəçi Fiziki Coğrafi rayonunda yerləşir. Həmçinin Qonaqkənd Fiziki Coğrafi rayonunda dağ meşələrinin qorunduğu Altağac Milli Parkı mövcuddur. Burada dağ meşələri qorunur. Həmçinin Abşeronda, yəni Qobustan Abşeronda Abşeron Milli Parkı yerləşir və Xəzər su itisi qorunur. Yəni milli parklara Xəzər su itisinin qorunduğu Abşeron Milli Parkıdır, dağ meşələrinin qorunduğu Altağacdır. Həm dağ meşə, həm dağ çəmən turizm kompleksi, Qarmaqvari, Şam və Dəmir ağac Şahdağ Milli Parkı, düzən meşələri isə Samur Yalma Milli Parkında qorunur. Həmçinin qeyd edə bilərik ki, burada Zaqatala qoruğu var, dağ meşələri, dağ çəmənləri qorunur. Zaqatala və Balakən rayonlarında düşür, Zaqatala Laxınc Fiziki Coğrafi rayonunda. Qaxdar İlsu qoruğu yerləşir, dağ meşələri qorunur. Həmçinin Şamaxıda Pirqulu qoruğudur, dağ meşə qorunur və Pirqulu qoruğu artıq Şahdağ Milli Parkının ərazisinə daxil edilmişdir. Yasaqlardan arası Qusarda Qusar yasaqlığı yerləşir. Ümumiyyətlə, qoruqlar, milli parklar, yasaqlar təbiəti qorumaq məqsədilə yaradılır. Qoruqda bütün komponentlər qorunur və insanların gəzintisinə, istirahətinə icazə verilmir. Yalnız elmi tədqiqat aparmaq olar. Milli parkda da bütün komponentlər qorunur, lakin insanların gəzintisinə, istirahətinə icazə verilir. Yasaqlıqda isə bir neçə komponent qorunur. İnsanlar müxtəlif təsərrüfat məqsədilə yasaqlıqdan da istifadə edə bilərlər. Və Böyük Qafqaz vilayətində insanların təbiətdən belə deyək, səmərəsiz istifadə etməsi vilayət daxilində fiziki coğrafi rayonlar üzrə ekoloji vəziyyətə də təsir göstərmişdir. Belə ən gərgin ekoloji vəziyyət Qobustan Abşeronda, nisbətən Samur Dəvəçidə, nisbətən ekoloji vəziyyəti yaxşı olan ərazilər dağlıq ərazilərdir. Qonaqkənddir, Şamaxıdır və yaxud Dağlıq Şirvan, Şamaxı, Qonaqkənd, Zaqatala, Laxıncı qeyd eləmək olar ki, burada ekoloji vəziyyət nisbətən yaxşıdır. Və beləliklə biz Böyük Qafqaz fiziki coğrafi vilayəti haqqında məlumat veririk sizə. Əgər Böyük Qafqaz vilayəti haqqında məlumatlarımız sizin xoşunuza gəlirsə, mütləq bizim səhifəmizi izləyin, öz şərhlərinizi yazın. Diqqətinizə görə sağ olun.